Salam dostlar. OTK 20 sınağı, 3. qrup, sınaq 3. Deməli, mövzu Azərbaycan 16-19-cu əsrlərdə. 1-ci sual. Səfəvi dövlətinin mərkəzləşməsi yolunda atılan addımları müəyyən edin. 1. Şirvanşahların ləğv edilərək Səfəvi dövlətinə birləşdirilməsi. Deməli, Şirvanşahlar 1538-ci ildə Səfəvilər tərəfindən belə deyək, ləğv olunmuşdu. Bir düzgün cavabdır. Şahın yanında qanunverici məclisin fəaliyyət göstərməsi bu mərkəzləşmə siyasəti deyil, yəni dövlət idarə etmə sistemidir. 3. Şəki hakimliyinin müstəqilliyinə son qoyulması 1551, bəli bu düzgündür. Yəni Şəki hakimliyinin müstəqilliyinə son qoymaqla Səfəvilər Azərbaycanın şimallı, cənublu vahid şəkildə birləşdirdilər. Yəni Səfəvi dövlətinin imperiyaya çevrilməsi Mərv döyüşündən olub 1510-da. Amma vahid şəkildə birləşdirilməsi Şəki hakimliyinin süqutu ilə olub 1551-də. Deməli düzgün cavab 1-3. 4-cüyə baxaq. Əmirəl Üməranın dövlətdə ikinci şəxs təyin edilməsi, ikinci şəxs Səfəvlərdə deməli vəkil idi. 2-ci sual. Şah 1-ci İsmaildən fərqli olaraq Şah 1-ci Abbas. Şah 1-ci İsmail 1501-1524-cü illərdə hakimiyyətdə olub. Şah 1-ci Abbas 1587-1629-cu illərdə hakimiyyətdə olub. İspaniya ilə müttəfiq olaraq İngiltərəyə qarşı mübarizə aparmışdır. Tam tərsinə Şah 1-ci Abbas İngiltərə ilə belə deyək də müttəfiq olur. Portuqaliyadan Hörmüzü azad eləyir. B variantı. Osmanlı dövləti ilə müqavilə imzalamışdır. Şah 1-ci İsmail Osmanlı ilə müharibə aparsa da müqaviləsi olmayıb. Ancaq Şah 1-ci Abbas müqavilə imzalayıb 1590-cı ildə İstanbul sülhünə. B variantı düzgündür. Daha sonra 3-cü suala baxaq. Gəncə xanlığı, Bakı xanlığı və Qarabağ xanlığı. Deməli, Məlikliklərə qarşı mübarizə aparmışdır. Söhbət Qarabağ xanlığından gedir. 3-ə deməli Məlikliklərə qarşı A. 3-ə A olan varianta baxırıq. 3-ə A olan ya B-dir ya da C variantı. Getdik. Rus qoşunlarının işğalına məruz qalmışdır. Rus qoşunlarının işğalına hər biri məruz qalıb. Gəncə də 1804-də, Bakı 1806-da, Qarabağ deməli 1805-də. Yəni 4-ə B-ni götürürəm. 3-ə A, 4-ə B, düzgün cavab C variantıdır. Yenə oxuyaq onda. Quba xanlığından Nigat diplomatiyası vasitəsilə asılı düşməsi Bakı xanlığından gedir. Ziyadoğlu sülaləsi tərəfindən idarə olunması Gəncə xanlığındadır. Bayat döyüşündə, yəni 1748-ci ildə Şəki xanı Hacı Çələbi üzərində qələbə çalan Qarabağ xanlığıdır. Növbəti 4-cü sualımıza baxaq. Dördüncü sual ola bilsin ki tam aydın düşmədi. 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətindən ticarət imtiyazları almış dövləti müəyyən edin. Səfəvi dövlətindən ticarət imtiyazı alan dövlət Rusiya idi. Söhbət 1667-ci ildən gedir. Rusiya burada 5-dir. Yəni düzgün cavab Y variantı. 5-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Peterburq müqaviləsi, Bağdad müqaviləsi və Gəncə müqaviləsi. Xatırladaq, Peterburq 1723-cü ildə imzalanmışdır. Peterburq 1723-cü ildə imzalanmışdır. Və deməli Rusiya və Səfəv arasında. Bağdad 1733-də imzalanıb. Deməli, Səfəv və Osmanlı arasında, Gəncə isə 1735-də imzalanmışdır. Deməli, Səfəvi və Rusiya arasında. Dərbənddən Gilana qədər Xəzəryanı bölgələr Rusiyaya ilhaq edildi. Söhbət Peterburq sülhündən gedir. Deməli, 5-də 1-ə A. Daha sonra Osmanlılar son 10 ildə deyirəmsə, Bağdad müqaviləsindən gedir. Tutduğu əraziləri geri qaytarmalıdır.
Gəncədə Rus tacirlərinin Səfəv dövləti ərazisində sərbəst və gömrüksüz ticarət imtiyazları bir daha təsdiq edildi. 1735-dən gedir. 3-ə də C. Ümumiyyətlə Rus tacirlərinə güzəşt 1667-də də var idi. 1700 deməli 32-də Rəşddə də vardı, 23-də də vardı və Gəncədə də var 35-də. 6-cı sual. Daha əvvəl baş vermişdir. Gavduşan 1774, Qarababa 1809, Aslandüz 1812, Qaraçəmən 1761, Sultanbud deməli 1812. Deməli düzgün cavab B variantı. 7-ci sual. Xəritədə ərazisi ulduzla göstərilmiş xanlığa aiddir. Deməli söhbət burada ulduzla göstərilən ərazi Şamaxıdır. Səsimə görə üzr istəyirəm. Deməli baxaq. Şamaxı xanlığının bizə nə deyir? İlk vaxtlar ərazisində iki hakimiyyətli mövcud olması bəli. Bu düzgün cavabdır. Heç digərlərini oxumağa ehtiyac yoxdur. Düzgün cavab burada A-dır. 8-ci sual. 18-ci əsrin 20-90-cı illərində Azərbaycan tarixinin oxşarlığı, Rus qoşunlarının yürüyüşünə məruz qalması bəli, bu düzgün cavabdır. 1722-də Pyotrun zamanında və 1796-cı ildə Yekaterina Zubovu göndərir. A variantı. 9-cu sual. 1578 və 1590-cı illər Səfəvi Osmanlı müharibəsinə aid deyil. Deməli, Niyazabad döyüşündə Osmanlı qoşunlarının məğlub edilməsi 1583-dür, aiddir. Krım xanının Osmanlı dövləti ilə müttəfiq olması deməli yenə bu aiddir. 1578 Molla Həsənli döyüşü. C variantı. Şeybanilərin Səfəvilərlə müttəfiq olması bu yanlış cavabdır. Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə olub, düzdür. Çünki 1578-1587-də Xudabəndə hakimiyyətdə olub. Y variantı Şirvanın Osmanlı qoşunlarının hücumuna məruz qalması. Bəli, bu da 2-ci Rus, üzr istəyirəm, Səfəvi Osmanlı müharibəsi dönəmində olmuşdu. 10-cu suala baxaq. Deməli, 9-cu suala dediyi cavab C variantı oldu. 10-cu sual. Kirmanşah 1732, Peterburq 1723, Nabur 1727, Bağdad 1733. Xatırladaq. Kirmanşah 1732-ci ildə Səfəvi Osmanlı arasında, Peterburq Səfəvi Rus arasında, Nabur Osmanlı Rus arasında, Bağdad Səfəvi Osmanlı arasında. 11-ci sual. Nadir Şahın hakimiyyət dövrünə aiddir. Deməli, Nadir Şah olan zamandan istəyir bizdə. Şəkidə üsyanın baş verməsi, bəli, bu dövrə düşür. Çünki 1744-46-cı illəri əhatə edən üsyan olub. Hacı Çələbinin üsyanı idi. Xanlıq yaradandan sonra A variantı düzgün cavabdır. 12-ci sual. Deməli, Şah 2-ci Abbasın hakimiyyəti dövrünə aiddir. 2-ci Abbas deyir isə, deməli, 1642-1667-ci illəri nəzərdə tuturuq. Əhalinin siyahıya alınması xeyr 1699-1702-dir, Hüseynin zamanındadır. Peterburq müqaviləsi 1723 deməli düşür Təhmasibin zamanına. Qəsr Şirin 1639 Səfinin zamanına. Stepan Razinin Rus qaçaq dəstələrinin ölkəmizə basqınları Süleymanın zamanına. Rusiya ilə hərbi münaqişə 1653-1662 Şah 2-ci Abbasının dövrünə düşür. Daha sonra 13-cü suala baxaq. 17-ci əsrin əvvəllərində Səfəvi dövlətinin tarixinə aid deyil. Aydın olmadı. Aydın düşsün. Deməli, Səfəvi dövlətinin tarixinə aid deyil. 1700-ün əvvəlləri bizə lazımdır. İqtisadi böhranın baş verməsi, bəli, böhran olmuşdu. Elə Ərdəbildəki məqbərədə qiymətli əşyalar əldə edilməyə başlamışdı. Bəylərbəyliklərin ləğv edilməsi bu yanlışdır. Bəylərbəyliklər bu dövrdə ləğv edilməmişdi. Elə 13-də düzgün cavab B variantıdır.
14-cü sual. Kirmanşah müqaviləsinin şərtlərinə görə Kirmanşah 1732-ci ildə deyilmişdi, bağlanmışdı. Səfəvi Osmanlı arasında Kirmanşah sülhündən narazı idi Nadir xan. Çünki deməli bu sülhdə nə nəzərdə tutulurdu? Arazdan belə deyək, Araz çayı sərhəd idi Səfəvi Osmanlı arasında. Amma halbuki Nadir xan digər Osmanlı nəzarəti altında olan Azərbaycan torpaqlarında azad edəcəkdi. Deməli, bizim variantımız İrəvan, Gəncə, Şirvan Səfəvilərə verildi. Xeyr, şimal torpaqlarında Osmanlılar qaldı. Azərbaycan ərazisi Səfəvi Osmanlı dövlətləri arasında bölüşdürüldü. Bəli, bu düzgün cavabdır. Düzgün cavabında B. Çünki cənub torpaqları Osmanlının, xeyr, şimal torpaqlarıdır, bu səhvdir. Kür çayının cənubdakı hissəsi Səfəvilərə bu aiddir. Deməli, Rəş sülhünə. Kür çayı sərhəd deyil, Araz çayı sərhəddir. Yer variantda səhvdir. Deməli, düzgün cavab B variantıdır. 15-ci sual. 17-ci əsrin ikinci yarısına aiddir. 1650-dən yuxarı olanlar. Deməli, Mərənd sülhü 1618, Sınıq körpü 1618, Səfəvi Rus münaqişəsinin başlanması 1653. Bəli, biz bunu götürə bilərik. 53-62 bu dövrə düşür. C variantı. Qəsr-i Şirin 1639 yenə düşmür. İrəvanın Səfəvilər tərəfindən azad edilməsi 1604. Bu da düşmür. 16-cı sual. Hansı müqavilədə Səfəvilərin itirilmiş torpaqlarının geri qaytarılması nəzərdə tutulmamışdır? Deməli, hansı müqavilədə geri qaytarmaq nəzərdə tutulmayıb? Okay. Rəşd var idi, Kürdən cənubdakı torpaqlar deyirdik. Gəncədə tamamilə ruslar qovulmuşdu. Kirmanşahda Araz çayı sərhəd oldu, digər ərazilərimiz bizə qaytarıldı. Bağdadda da Osmanlıların son 10 ildə tutduqları. Amma Peterburq sülhündə deməli Rusiyaya ərazi veririk tam tərsinə və deyirik ki, Xəzəryanı ərazilər Ruslarda qalır və Ruslar da bunun müqabilində ya dillərdən bizi qoruyacaqdır. Xüsusən də Əfqanların hücumlarından. Daha sonra 17-ci testə baxaq. 17-ci əsrin ikinci yarısına aid memarlıq abidələrini müəyyən edin. 17-ci əsrin ikinci yarısı lazımdır bizə. Şeyx Cüneyd məqbərəsi bu 16-cı əsrdir. Biz bunu götürə bilmərik. Deməli, B və D variantımız getdi. Nardaran məscidi 1663 düzdür. Şamaxıda Kəlaxana kəndində məqbərə 1663 düzdür. Deməli, 2-3. Təbrizdə Göy məscid 15-ci əsrdədir. 1465. Cahanşahın əmri ilə inşa olunmuşdur. Nəhayət 18-ci suala gəldik. Deməli, Muğan qurultayında müzakirə olunan əsas məsələ hakimiyyətə kimin gəlməsi ilə bağlı idi. Qızılbaş tayfa nümayəndələri burada yeni şahın başqa sülalədən seçilməsinə qarşı çıxsalar da istəklərinə nail ola bilmədilər. Mətndə baş vermiş hadisələr nəticəsində nələr baş vermişdir? Azərbaycan torpaqlarının mərkəzləşməsi prosesi başa çatmışdır. Xeyr, burada Muğan qurultayından, yəni Əfşar dövlətinin yaranması, Səfəvilərin süqutundan gedir söhbət. 3-4 dedisi elə D variantıdır. 19-cu sual daha əvvəl baş verib. Deməli, Qəsr-i Şirin 1639, Hacı Çələbinin başçılığı altında üsyan, deməli, 1743-cü ildə özünü xan elan eləməsi ilə başlayır. Bağdad müqaviləsinin imzalanması 1733, Sınıq körpü 1618, 1-ci Abbasın Bağdadı ələ keçirməsi, deməli, 1-ci Abbas hakimiyyətə gəldi 1587-dən, yəni 16-cı əsr. Deməli, düzgün cavabımız 19-da daha əvvəl deyirsə, Sınıq körpü döyüşünün baş verməsindən gedir söhbət. Deməli, 1-ci Abbas hakimiyyətdə olub 1629-a qədər. Bağdaddan da öncə hələ Sınıq körpü idi də. D variantı. Növbəti sualımıza baxaq. 20-ci sual. İrəvan xanlığı Gəncə xanlığından fərqli olaraq İrəvanda olsun, türk mənşəli sülalə hər ikisində idi. Gürcü qoşunlarına qarşı mübarizə aparmışdır. Hər ikisi aparıb.
Rus qoşunlarının işğalçı yürüşünə müqavimət göstərmişdir hər ikisi. Azərbaycanın şimal torpaqlarında meydana gəlmişdir hər ikisi. Osmanlı dövləti ilə sərhəd olansa İrəvan xanlığıdır. Y variantı. 21-ci sual. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavaba baxaq. Səfəvlər arasında birliyin olmaması, Çıldır döyüşündə Səfəv qoşununun məğlub olması 1578-dən gedir söhbət. Bəli, həm birlik yox idi, həm özlərinə güvənirdi hədsiz, eynən Çaldıranda olduğu kimi, həm də qüvvələr nisbəti məsələsi var idi. 21-də elə A variantıdır, amma digərlərinə də baxaq. Səfəv-Osmanlı müharibələri, Səfəvlərin paytaxtının Təbrizə köçürülməsi. Zaten Usta paytaxt birinci paytaxtı Təbriz idi. Təbrizdən Qəzvinə köçürülür. Daha sonra İsfahan olur. B. Səfdir Şirvanşahlarının süquta uğradılması, Səfəv dövlətinin mərkəzləşməsinin başa çatması bu 1551-də Şəki hakimliyini tutanda olur. D. Krım xanının Osmanlı ilə müttəfiq olması, Niyazabad döyüşündə Osmanlıların qalib gəlməsi, bu Molla Həsənli döyüşündə Krım Osmanlı ilə müttəfiqliyi var idi, amma Molla Həsənlidə məğlub olur Krım xanlığı. Y. 1. Abbasın İspaniya ilə ittifaq qurması, Hörmüzün Şeybanilərdən deməli azad edilməsi, 1. Abbas İspanlarla deyil İngilislərlə ittifaq qurur və Hörmüzü Şeybanilərdən yox Portuqallardan azad edir. Yəni düzgün cavab A variantıdır. 22-yə baxaq. Gülüstan sülhünə görə Qacarların tərkibində qalan şimal xanlıqlarını müəyyən elə. İrəvan və Naxçıvan. Çünki biz dedik ki, İrəvan və Naxçıvan istisna olmaqla bütün Şimali Azərbaycan xanlıqları keçir Rusların tərkibinə, Gülüstan sülhünə görə. Amma İrəvan və Naxçıvan eləcə də Cənubi Azərbaycan xanlıqları Qacarlardaydı. Amma Türkmənçay sülhündə 1828-ci ildə bütünlüklə Şimali Azərbaycan, Naxçıvan da, İrəvan da həmçinin Ruslarda qalır. 23-cü sual. Quba xanlığına aiddir. Dərbəndin birləşdirilməsi, bəli, 1759. Qarabağ xanlığının asılı hala salınması, Quba Qarabağa asılı hala sala bilmədi. 1780-81-ci ildə hücum eləsə də asılı vəziyyətə sala bilmədi. Qarabağ asılı olur Urmiyadan 1759-cu il yürüşündən. 3-cü, Qacarlar sülaləsi tərəfindən idarə olunması. Xeyr. Şimal-Şərqi Azərbaycan torpaqlarının birləşdirilməsi, bəli, Quba xanlığı Azərbaycanı bütünlüklə yox, Şimal-Şərqi Azərbaycan torpaqlarını özünə birləşdirə bilir. 24-cü sual. 1-ci Rus-Qacar müharibəsinə aid döyüşlər. Deməli, Qarababa 1809, Sultanbud 1812, Aslandüz 1812, Cavanbulaq və Sərdarabad 1827-dir. 2-ci Rus-Qacar müharibəsinə aiddir. 25-ci sual. Türkmənçay sülhünün nəticələrini müəyyən edin. Deməli, gəldik. Azərbaycan torpaqları Rus-Qacar dövlətləri arasında iki hissəyə parçalandı. Bəli, 1828-də. Ermənilər kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürüldü. Bəli, bu da deməli Qacarlardan köçürülüb. Bu da düzgün cavabdır. Rusiya ilk dəfə Xəzər dənizində donanma saxlamaq hüququ əldə etdi. Yanlışdır. Səfəvi dövlətləri arasında Rus tacirlərinə gömrüksüz ticarət hüququnun verilməsi 1667. Bu da yanlışdır. Yəni düzgün cavab 1-2. 26-cı sual. Xronoloji ardıcıllığı müəyyən edək. Nadirin şah elan edilməsi 1736. Bayat savaşı 1748. Nadir Şahın Hindistana yürüyüşü 1739. Şirvanda 1. Sam Mirzənin başçılığı ilə üsyan 1743. 27-ci sual. 18-ci əsrin 30-cu illəri və 18-ci əsrin 40-cı illəri. Söhbət 1700-lərdən gedir. Deməli, gəldik. Şirvanda 2. Sam Mirzənin başçılığı ilə üsyanın baş verməsi 43, 2-yə gedir, 2-yə A. Nabul müqaviləsinin imzalanması heç biri, çünki 27-dədir, 1727-də. Nadir Şahın sui-qəsd nəticəsində öldürülməsi 1736-da hakimiyyətə gəlir, 47-də 2-yə gedir, deməli 2-yə AC. Şamaxı əhalisinin Ağsu şəhərinə köçürülməsi, bəli, bu düzgündür, 1734-cü ildən. Osmanlıların 3 kilsə döyüşündə məğlub olması 1735-də. Deməli, 1-ə D, Y, 2-ə A, C. Mənbəyə baxaq. Deməli,
İbrahim Xəlil xan mövcud vəziyyətdən çıxış yolunu Siyanovla razılıq əldə etməkdə gördü. Onun Siyanova razılıq verməsinin bir sıra daxili və xarici səbəbləri var idi. Nəhayət, tərəflər Kürəkçay kəndində razılığa gəldilər. Xan və onun varisləri və xanlığın bütün əhalisi Rusiya təbəliyinə qəbulunu və onların üzərində Rus çarına sadiq qalmaq tələbi qoyulurdu. Xanın xarici siyasət məsələlərinin Rusiyanın nümayəndəsi ilə razılaşdırılması isə onun müstəqil xarici siyasət hüququnu itirməsi deməkdir. Mənbədə bəhs olunan xanlığın adını çəkin. Söhbət Qarabağ xanlığından gedir. Mənbədə bəhs olunan xanın Rus generalı ilə görüşməyə razılıq verməsindəki məqsədini yazın. Çünki ümumiyyətlə xanlığı qorumaq istəyirdi. Ən azından Rusiyanın himayəsində özünə güclü dövlət himayədar tapmaq istəyirdi və xanlığın süqutunun qarşısını almaq istəyirdi, qorumaq istəyirdi bütövlüyünü. Bir tərəfdən də xristian məliklikləri istəyirdi ki, neytrallaşdırsın. Daha sonra 30-cu sual mənbədə bəhs olunan müqaviləyə əsasən Rusiyanın xanlıq qarşısında götürdüyü iki öhdəliyi yazın. Yəni Rusiya xanlığı himayə eləməli idi. Belə deyək də, qonşu təcavüzkar dövlətlərdən, yürüşlərdən, yəni bunu öz öhdəsinə götürürdü. Və amma buna baxmayaraq, məsələn, biz deyirik ki, Qarabağ xanlığı 8000 çirvon yenə ödəyirdi. Xan və xan ailəsi Rus təbəəsi idi. Daha sonra məsələn deyə bilirik ki, həm də xan Rus generalı hesab olunurdu. Yəni əslində bunun cavabı belə deyək də, götürdüyü öhdəlik istəyirsə bizdən, belə deyək, Rusiya xanlığın himayə etməsi kimi götürə bilərik. Qarabağ xanlığını himayə edirdi, yəni təhlükələrdən də qorumalı idi. Bunu götürsə daha dolğun cavab olar. Sağ olun dostlar.